Kişi tanısın öz bədənini. Məsələn, bizə olmaz əl vurma deyilən nöqtələrimiz var. Mən anayam, mən öz övladıma necə aşılayım? Və yaxud da yetkin bir qız necə tanısın, necə bilsin? Burada ilk növbədə mən bütün valideynlərə tövsiyə edirəm uşağın cinsi yetkin yaşa çatmaq haqqında, tərbiyə haqqında kitablar oxumaq. Bu çox önəmlidir. İkincisi, mən bunun çıxış yolunu görürəm ki, məktəbdə də, anatomiya dərslərində, indi bilmirəm necədir, mənim vaxtımda bizdə lazımı səhvələr yox idi kitabın içində. Bizdə də yox idi. Sizdə də yox idi. Məncə heç kəsdə yox idi. İndi bilmirəm. Deyərlər ki, onlarda var ya yoxdur. Əlbəttə ki, məktəbdə bu haqqda danışılmalıdır. Məktəbdə danışılmalıdır qızların da, oğlanların da bədəni necə dəyişilir. Hansı hisslər oyanır, hansı tələbatlar oyanır və onları düzgün ödəmək yollar haqqında. İnsanlar, uşaqlar, belə deyim, cavanlar bunu bilmədiyinə görə ya özündə bunu bağlayırlar, qadağa qoyurlar və sonra düşünürlər ki, ərə gedərəm düzələr, ərə gedəndə heç nə düzəlmir. Artıq bu diaqnoz və müalicə hamı anladı. Yəqin ki, ərə gedəndə heç nə düzəlmir. Sadəcə üzə başlayır çıxmağa və o zaman xanım əsasda o bilmir bununla nə etmək lazımdır. Komplekslərə düşür, özünü narahat hiss edir və ümumiyyətlə bilmir nələr baş verir. Necə tanımaq lazımdır? Ən azından bizdə var güzgü. İlk növbədə. Sadə güzgü və güzgüyə baxanda özünə baxmaq və heç olmasa özünə sığal çəkmək belə bu bizə imkan verir bədənimizi hiss etmək. Hiss etmək ki, bu hissəyə mən toxunanda bu buradan fərqlidir. Necəsə mən fərqli özümü hiss edirəm. Bəli, əlbəttə ki, biz bunu qız uşaqlarına təbliğ etmirik, amma heç olmasa özümüzə bunu istifadə edə bilərik. Bizim olmalıdır sərhədlər. İlk növbədə bunlar başlayır evdə. Harda qapı bağlıdırsa, biz onu döymədən içəri girmirik. Bu həm oğlanlara, həm qızlara köməklik edir özünü güvəndə hiss etmək. Mən əgər bəlkə burada özümə hardasa baxıramsa, ya toxunuramsa, ya da ki özümü sığalayıramsa, heç kəs məni gəlib burada bu dəqiqə narahat etməyəcək və deməyəcək ki, sən nə edirsən burada, qapını açıq qoy, mən görməliyəm, mən baxmalıyam, mən hər şeyi kontrol altında saxlamalıyam. Yəqin ki, biz qəbul edə bilərik ki, biz hər bir şeyi bu həyatda kontrol altında saxlaya bilmərik və özümüz də uşaq da olmuşuq, hansısa o cavan da olmuşuq və hər kəsə nə lazım idi? Əgər bunu bilirdisə, mənə bu lazımdır, biz bunu etməyə bacarırdıq. Və bu qadağalar bizi yalnız yalan danışmaq öyrədir və daha tülkü olmağa öyrədir və bu qədər. Поэтому əgər hiss edirik ki, bizim uşaqlarımıza artıq nəsə maraqlıdır, ilk dəyişikliklər başlayır, bu zaman dialoq qurmaq və soruşmaq ki, nə sənə maraqlıdır. Bax, sənin bədənin dəyişiləcək. Sən artıq böyüyürsən, sən böyük qız olacaqsan, xanım olacaqsan. Bu sənin gözəlliyindir, sənin bədənin bu sənin varlığındır və sən onu qorumalısan. Qorumalısan o mənada yox ki, o da hamıdan gizlən, yox olmaz və s. Qorumalısan o mənada, ona hörmətlə yanaşmalısan. Hörmətlə yanaşmaqla sənin öz dəyərin artır, öz güvənin artır. Və bu prizmadan biz uşaqlara, cavanlara bunu çatdıranda onlara daha da maraqlı olur. Əlbəttə ki, mən özümü sevmək istəyirəm, mən özümə hörmət etmək istəyirəm, mən istəyirəm daha bəlkə də aristokratik qadın olmaq, daha zəngin xanım olmaq. Biz deyirik, o olmaz, bu olmaz, qadağandır və o baxır ki, podruqam nəsə etdi, orada başqalar nəsə danışır, nəyəsə baxır. Niyə görə olmaz? Hansı səbəbdən olmaz? Bəyəm qadın olmaq olmaz, ya da ki, təbii insan olmaq olmaz. Nə konkret olaraq nə olmaz?